Çox qəribədir ki, kompüterin kamerası əks göstərir, web kamera isə düz göstərir. Qəribə deyil, əslində texnikanın belə deyək, inkişafıdır. Yaxşı bir şeydir əslində. Deməli, biz iş üsullarla harda qalmışdıq? Insert modelində qalmışıq, səhv eləmirəmsə, düzdürmü? Axırıncı iş üsulların, yox, akvariumu keçdik, insident üzərində iş, burada qalmışıq. İnsident üzərində iş adından da bəllidir ki, yəni həyatdan götürülmüş bir hadisə üzərində iş. İnsident nədir? Həyatda baş verən bir hadisə. İnsident üzərində işi lövhədə izah eləməyə ehtiyac yoxdur. Sadəcə yadınızda saxlayın ki, şagirdlərə real həyatda baş verilmiş bir hadisə verilir. Məqsəd də nədir? Bu hadisə sizin həyatınızda baş verərsə, buradan necə çıxarsınız? Şagirdlərdə problem həll etmə, məntiqi təfəkkür, tənqid təfəkkür, fikrini əsaslandırma, həmin hadisəyə qiymət vermə, dəyərləndirmə kimi bacarıqlar formalaşdırılır. Bu o qədər də düşmür testlərə, amma yəni sırasıdır, elə adını çəkdim ki, bunu da biləsiniz. İnsident üzərində iş, yəni ki, hər hansı həyatı situasiya ilə bağlı bir problem qoyulur və şagirdlər nə edirlər? Həmin o real həyatda olan problemin həlli yollarını, necə onu həll eləyərlər, bu insidentləri nə cür yoluna qoymaq olar. Yəni şagirdlərdə problem həll etmə bacarığı ən çox inkişaf elətdirmək üçündür və qruplar formasında aparılır. Bunu yadda saxlayın, qruplar formasında aparılır. Keçdik məşhur 3-2-1 üsuluna. Məşhur 3-2-1 üsulu. Niyə məşhur deyirəm? Çünki bunun haqqında çox danışmışıq. 3-2-1 üsulunda biz nə deyirdik? Refleksiyada istifadə olunur. 3-2-1. Bunun adı ilə mahiyyəti oxşarlıq təşkil eləyir. 3-2-1. Niyə 3-2-1 deyirik? Şagirdlər öyrəndiyi mövzudan 3 dənə yeni bir məlumat yazırlar. Ona görə adı 3-2-1-dir. Deməli, 3 dənə nə yazdılar? Yeni məlumat. Bu 3 rəqəminin mahiyyəti nədir? 3 yeni məlumat. Yeni məlumat. 2 rəqəminin mahiyyəti nədir? 2 maraqlı məlumat. Maraqlı məlumat. 1 rəqəminin mahiyyəti də odur ki, qaranlıq qalan. Qaranlıq. Deməli, bunun adı elə bu mahiyyəti, adı bununla bağlıdır. Deməli, şagirdlər bugün keçirilmiş mövzu ilə bağlı 3 yeni məlumat yazırlar. 2 onlara maraqlı gələn məlumat yazırlar. Bir dənə də onlara qaranlıq qalan məlumatı qeyd eləyirlər. Bu da olur 3-2-1 üsulu. 3-2-1 üsulu refleksiya mərhələsində aparılması məqsədə uyğundur. Yəni, refleksiya iş üsuludur. Dünənləri bir balaca toxunduq refleksiya iş üsullarına. Başqa nə var refleksiya iş üsulları? Şəxsi jurnallar var, sorğu vərəqələri var, müsahibə var, sonra nə var idi? Çıxış biletləri var, cümlə kökləri var. Bax, bunlar refleksiya iş üsullarıdır. BİBÖ-dən də refleksiya kimi istifadə eləmək olar. BİBÖ həm motivasiya, həm də refleksiya kimi həmişə aktiv qalan iş üsuludur. Növbəti iş üsulumuz insert modelidir. Əslində, bugün istəmirdim lövhədən istifadə eləyəm. Dünənləri lövhəlik iş üsullarımız çox idi. Bugün elə də çox deyil. Amma çox təəssüf ki, dünənkini video kayd eləməmişəm. Amma bugünkünü eləyirəm. Dünənləri bilmirəm. Nəsə tələm-tələsi oldu. Deməli, insert nədir? Insert ən çox testdə belə düşür. Müxtəlif işarələrdən istifadə etmək, qeyd götürmək. Və bunu gördüksə, bilin ki, söhbət insertdən gedir. Niyə? İnsertdə şagirdlərə cədvəl təqdim olunur. Cədvəli çəkim indi sizə təqdim eləyəcəm. Cədvəldə 4 dənə işarə olur. Quş işarəsi, yəni V belə. Sonra plus, daha doğrusu minus, sonra plus işarəsi, ən sonda isə sual işarəsi. Ona görə deyirlər ki, işarələrdən istifadə. Qeyd götürmək nəyə görə deyirik? Qeyd götürmək də deyəcəm nəyə görədir. Keçəcəyimiz mövzu ilə bağlı, bax, bu cür şagirdə cədvəl verilir. Şagirdə deyirik ki, keçəcəyimiz mövzu ilə bağlı bildiyiniz bilikləri yazın. Şagirdlər hələ mövzunu keçməmişdən əvvəl, təlim nəticəsini onsuz da biz əvvəldən şagirdlərə deyirik də, mövzunu bilirlər. Və şagirdləri cütlərlə keçirdirik bunu. Cütlərə ayırırıq və şagirdlərə deyirik ki, müəyyən vaxt veririk, 5 dəqiqə də verə bilərik, biraz artıq da verə bilərik. İndi baxır bizim dərsimizin vaxtına.
Deyirik ki, bu mövzu ilə bağlı cütlər şəklində bildiyiniz bilikləri yazın. Yazırlar. Sonra da mövzunu şagirdlərə təqdim edirik. Mövzunu təqdim edəndən sonra şagirdlər nə etməlidirlər? Bu işarələrdən istifadə edərək əvvəl bildikləri bilikləri ilə sonradan əldə etdikləri biliklər arasında əlaqəni yoxlayırlar. Əgər o yazdıqları yazıda əvvəl bildiyi biliklərlə sonradan öyrəndikləri biliklər üst-üstə düşürsə, ona bir quş işarəsi qoyurlar ki, yəni ki, bu biliyi zaten mən bilirdim. Minus işarəsini o zaman qeyd edirlər ki, onların qeyd elədikləri məlumat, indi öyrəndikləri məlumatla bir-birini inkar eləyir. Yəni, bildikləri məlumatla yeni öyrəndiyi məlumat bir-birini inkar eləyir, yəni təsdiqləmir. Ona görə minus işarəsi qoyurlar ki, mən belə bilirdim, amma deməli beləymiş. Plus işarəsi ona görədir ki, onlar o məlumatı qeyd eləməyiblər. Amma mövzu təqdim olunandan sonra məlum olur ki, burada belə bir məlumat da var imiş. Plus işarəsi qoyurlar ki, yəni bu əlavə məlumatdır. Mənim bildiyimdən əlavə məlumatdır. Ən sonuncu sual işarəsi ona görədir ki, şagirdlər sual işarəsini o zaman istifadə edirlər ki, yəni ki, bu məlumatı mən bilmirəm. Daha doğrusu qaranlıqdır mənə. Əvvəldə bilmirdim, indi öyrəndim, mənə qaranlıq qaldı. Yəni tam çatmadı. Bu zaman nə edirlər? Sual işarəsi olan hissəyə, yəni işarə qoyurlar ki, bu cədvəldə bu axırıncı məlumat mənə çatmadı, qaranlıq qaldı. Buna deyirik insert metodu. Insert sizə necə düşəcək testlərdə? Qeyd götürmə. Var qeyd götürmə, bəli. Çünki şagird dərsin əvvəlində qeyd götürdü. Qeyd götürməsi var. Əla. Bunu salır. Bir də deyir oxuyub anlama. Oxuyub anlama var da. Çünki şagirdə birinci deyirəm ki, keçəcəyimiz mövzu ilə bağlı öz fikirlərini yaz, qeyd götürür. Sonra da deyirəm ki, paylayıcı material verirəm və yaxud da ki, hər hansı bir mətni oxuyub anlama, kitabdan ola bilər və yaxud da paylayıcı materialdan ola. Oxuyurlar, anlayırlar və sonra da tənqidi məntiqi təfəkkür burada var. Köhnə biliklərlə əlaqə də verə bilər. Tənqidi məntiqi təfəkkür var, amma yaradıcı heç nə yoxdur. Çünki mövzu ilə bağlı olan biliklərdir. Bu da oldu insert modeli. Keçdik 4M1KH. Belə deyək, testdə ən çox müəllimləri çaşdıran, daha doğrusu müdavimləri, iş üsullarından biridir. 4M1KH suallar texnikasıdır. 4 dənə N hərfi ilə başladığına görə buna deyirik 4M1KH. Baxın, belə yazılır. Kipling modeli də deyirlər buna. Birdən testdə düşsə Kipling modeli, bilin ki, söhbət bundan gedir. O qədər də düşmür testlərə. Amma düşəndə də düşür. Amma o qədər də düşmür. Baxın, bu formada yazılır. 4M1KH. Niyə 4M? Çünki 4 dənə N hərfi ilə başlayan sual olur burada. Nə, niyə, nə vaxt, necə. 4 dənə. 1KH da ona görədir ki, bir dənə K hərfi, yəni kim, K hərfi, bir də harada sualından istifadə olunur. Ona görə buna deyirik suallar texnikası. Bu suallar texnikasından istifadə edərək şagirdin tənqid təfəkkürünü nə edə bilərik? İnkişaf elətdirə bilərik. Eyni zamanda 4M1KH həm də layihələrdə istifadə olunur. Ona görə burada yaradıcı təfəkkür də var. Belə bir sual yarana bilər ki, layihələrdə necə istifadə olunur? Gəlin layihələrdə necə istifadə olunmasına toxunaq, sonra isə şagirddə yaratdığı bacarıqlara gedəcəyik. Baxın, tutaq ki, bir layihə əsaslı təlim vermişik. Layihə əsaslı təlim əslində bəzi müəllimlər bilirlər, keçmişəm. Bəzi müəllimlər isə burada olanlar onu keçməmişəm, amma keçəcəm. Sabahları sırf dərsim olacaq layihə əsaslı təlim, sonra sorğu və araşdırma əsaslı təlim, bir də birbaşa təlimi keçərəm, ya da oyun və oyunlaşdırmanı keçərəm. Birbaşanı birisi günə saxlayaram. Deməli, burada uşağa layihə əsaslı təlim vermişik. Layihədə bu sualları bu cür tətbiq eləyirik. Nə? Yəni, layihənin mövzusu nədir? Bu cür tətbiq eləyirik. Nə? Mövzu nədir? Sonra isə ikinci sualımız nədir? Niyə? Layihə niyə planlaşdırılıb? Yəni, məqsədimiz nədir bu layihəni reallaşdırmaqda? Bu zaman niyəyə keçirik. Nə vaxt? Yəni, layihə hansı vaxt ərzində reallaşacaq? Hansı müddətdə layihənin reallaşdırılması nəzərdə tutulur? Necə sualında isə, yəni, layihə necə reallaşacaq? Layihənin reallaşma ardıcıllığı burada qeyd olunur ki, yəni layihə necə reallaşacaq, hansı metodlardan istifadə olunacaq və s. Kim? Layihəni kimlər reallaşdıracaq? Burada layihədə iştirak edən məsul şəxslər qeyd olunur. Yəni komandanın üzvləri, layihənin rəhbəri və s. Harada reallaşacaq?
H hərfi isə harada reallaşacaq? Yəni layihə harada tətbiq olunacaq? Ərazi olaraq hara getmək lazımdır? Hansı əraziyə tətbiq olunması məqsədə uyğundur? Yəni məkan müəyyənləşdirilir, məkanın detalları müəyyənləşdirilir, nə qədər əraziyə ehtiyac var və s. Tutaq ki, layihə tullantılardan təmizləmə ilə bağlıdırsa, hansı ərazidə olacaq, ərazinin ölçüsü nə qədər olmalıdır və s. Ona görə də 4M1KH həm layihə əsaslı təlimdə istifadə olunur, yaradıcı təfəkkür var. Həm də suallar texnikası olaraq şagirdin, belə deyək də, tənqidi təfəkkürünü inkişaf elətdirmək, oxuyub anlamada var, dinləyib anlamada var, informasiya qəbul etmək, əsas fikri müəyyənləşdirmək. Bunun üstünlükləri nədən ibarətdir? Bu sualları şagirdə verəndə, şagirddə düşüncə, bilik aktivləşir. Hər hansı, məsələn, deyirəm ki, tutaq ki, mən bunu layihə əsasında eləməyim, bunu öz ixtisasıma gətirim. Deyim, filan döyüş, hansısa bir döyüşdən danışaq. Deyək, çıldır döyüşün, ümumiyyətlə, birinci nədən başlayırıq da? Hadisədə nədən başlayaq? Deyək ki, çıldır döyüşün ümumiyyətlə mahiyyəti nədir? Bu döyüş nədir? Döyüş haqqında məlumat verin mənə. Mahiyyət nədir? Bu döyüş harada baş verdi deməyəcəm. Əvvəlcə nədir? Yəni, nə ilə başlayırıq? Uşaqlar döyüşün nə olduğunu, mahiyyətini izah edirlər. Sonra deyirəm ki, bu döyüş niyə baş verdi? Aha, uşaqlar niyəsini izah edirlər. Nə vaxt baş verdi? Nə vaxt baş verdiyini deyirlər. Yaxşı, necə baş verdi? Hansı şəraitdə baş verdi? Yəni, ona gətirib çıxardan şərait nə idi? Bunu da deyirlər. Kimlər iştirak eləyirdi? Hansı tərəflər var idi? Və harada baş verdi? Ərazidən danışırıq. Yəni, şagirdlərə bunu bu cür də suallar texnikası kimi də istifadə eləyə bilərəm. Layihə kimi də istifadə eləyə bilərəm. Burada ən çox testlərdə bunu sizə layihə kimi verəcək. Ona görə də yaradıcı təfəkkürü mütləq götürürsünüz. Amma oxuyub anlama da verir, dinləyib anlama da verir, informasiya ötürmə, informasiya qəbul etmə, problem həll etmə, tənqid təfəkkür. Ümumiyyətlə biz nə demişdik? Yaradıcı təfəkkür varsa, məntiqi də var, tənqid də var. Bunu yaddan çıxartmayın. Yaradıcı təfəkkür olan bütün iş üsullarında məntiqi tənqidi var. Çünki yaradıcı ən üst təfəkkürdür. Ən üst təfəkkür varsa, deməli məntiqi ilə tənqidi də olacaq. Gəldik nəyə? Simulyasiya və rollu oyunlar. Simulyasiyada rola girməkdir, rollu oyunda rola girməkdir. Amma bir fərqi var. Rollu oyunda şagird bildiyi bir rola girir, bildiyi bir personajın roluna girir. Məsələn, qırmızı papağın roluna girir. Amma simulyasiyada xəyali bir situasiya yaradır və onu oynayır. Məsələn, şagirdə deyirəm ki, şahzadə rolunu oyna, paxıl rolunu oyna, dilənçi rolunu oyna. Xəyalında bu rolu yaradır və o rola girir. Buna deyirik simulyasiya. Rollu oyun isə aydın məsələdir. Cizgi filmlərindən, hansısa bir kino fraqmentindən göstəririk. Şagird o rolda özünü görür və o rola girir. O rolu sanki təqlid eləyir. Simulyasiyada yaradıcı var. Amma rollu oyunda tətbiq etmə daha çoxdur. Kimsə dərsimizə qoşulmaq istəyir. İkinci dəfə niyə bildiriş istəyir mənə dərsə gəlmək üçün? Çünki bir dəfə qoşulan müəllim məncə ikinci dəfə bildiriş istəməməlidir. Məryəm Məhəmməd çıxmışdı, təzədən bir də məndən istədi ki, qəbul edeyim. Müəllim, əlinizi qaldırmışsınız. Bayaqdan qaldırmışsınız, mən indi görürəm, yoxsa indi qaldırdınız? Bayaqdan qaldırmışdım. Nə ilə bağlıydı? Üzr istəyirəm, görməmişəm. Testlərin Tamam, ora qayıdarıq. Ora qayıdarıq. Yadıma salarsınız, ora qayıdarıq. Deməli, simulyasiya rollu oyunlar nə oldu? Şagird hər ikisində rola girir. Simulyasiyada xəyali bir situasiya yaradır, onu oynayır. Yəni, burada yaradıcı təfəkkür var. Şagird xəyalında yaradır bunu. Bu rolu özü oynayır, yəni özü olaraq oynayır. Amma rollu oyunda isə yaradıcı təfəkkür o qədər də çox deyil. Nə var? Daha çox tənqidi təfəkkür var. Başqasının roluna baxıram, onu təqlid eləyirəm. Daha çox tənqid təfəkkür var. Hər birində əməkdaşlıq var, idarə etmə var, öyrətmə bacarığı var. Bir də təlim simulyasiyası var. Təlim simulyasiyası müəllim verir şagirdə bu simulyasiyanı. Müəllim rolunu oynamaqdır. Yəni, müəllim şagirdə müvəqqəti olaraq müəllim olmaq rolu verir və şagird burada təlim simulyasiyası həyata keçirdir. Bu şagirdlə müəllim arasında şagird-müəllim münasibətlərinin tənzimlənməsinə müsbət təsir göstərə bilər. Sonra gəldi düşün, cütləş, bölüş, paylaş, qartopu. Bunun ikisini bir yerdə deyəcəm. Niyə? Çünki düşün, cütləş, bölüş, paylaş, qartopu eyni şeydir.
Yəni nə mənada eyni şeydir? Texnik olaraq eyni şeydir. Qartopuda da şagirdlər birinci fərdi olurlar, sonra cütləşirlər, cütlərlə olurlar, sonra bölüşürlər, qrup halına keçirlər, sonra isə paylaşırlar, bütün siniflə iş formasına keçirlər. Bu iş üsullarında 4 iş formasının 4-də tətbiq olunur. Ona görə də yadınızdadırmı testlər düşürdü ki, deyirdiniz ki, müəllimə 4 iş formasının 4-ünü də bir eyni dərsə keçirdə bilərik. Bəli. Baxın, bax, bu iş üsulunda 4-ünü də keçirilir həyata. 4-ü də keçirilir. Düşün, cütləş, bölüş, paylaş, qartopu texnikası necədir? Şagirdə mövzu ilə bağlı hər hansı bir sual və yaxud da tapşırıq verilir. Şagirdə 1-5 dəqiqə arasında vaxt verilir. Fərdi verilir bu. Tək verilir. Şagird həmin mövzu ilə bağlı fikirlərini deməli düşünür, niyə düşün mərhələsidir bu? Fikirlərini düşünür və o mövzu ilə bağlı hər hansı bir yığcam fikirlərini yazır, qeyd eləyir. Sonra şagirdlərə deyirik ki, cütləşin. Yəni yanında oturan parta yoldaşı ilə cütləşsin. Ola bilər parta yoldaşı olmaz, biz bunu özümüz müəyyənləşdirərik, başqa kimlənsə cütləşsin. Cütləşirlər və həmin mövzu ilə bağlı fikirlərini nə edirlər? Cütlər şəklində fikir mübadiləsi edirlər, bir-birlərindən öyrənirlər və s. Sonra isə növbəti mərhələdə deyirik ki, 2 cüt birləşsin. Yəni iki dənə cüt birləşəndə kiçik qrup yaranırmı? Yaranır. 4 nəfərlik kiçik qrup yaranır. Bu da olur qruplarla iş forması. Şagirdlər fikirlərini bölüşürlər. Artıq burada bölüş oldu. Düşün, cütləş, bölüş, paylaş. Deməli, düşünəndə fərdi oldu. Cütləşəndə cütlərlə oldu. Bölüşəndə qruplarla oldu. Paylaşmaq isə artıq daha geniş. 4 nəfərlik qruplar, digər 4 nəfərlik qrupla birləşir, olur 8 nəfərlik qrup. Yəni bu artıq qrup olmadı, bir komanda oldu. Paylaşırlar, sonra isə komandalar da birləşir və buna deyirik düşün, cütləş, bölüş, paylaş və yaxud da qartopu texnikası. Niyə qartopu texnikası da deyilir? Çünki qartopu texnikasında da eyni şeydirlər. Şagird birinci dənə formasında olur, qar dənəsi, yəni fərdi. Sonra 2 nəfər birləşir, olur cütlər formasında, sonra təzələnən komanda qrup formasında, sonra isə bütün siniflə, yəni qar dənəcəkləri hər tərəfə yayılır. Şagirdlərdə formalaşdırdığı bacarıqlar, əməkdaşlıq, tənqid təfəkkür, məntiqi təfəkkür, qruplaşma, ümumiləşdirmə, nəticə çıxartma, bunlar hamısı var. Yaradıcı təfəkkür varmı? Yoxdur. Çünki yaradıcıya bunu heç vaxt vermir. Demək olar ki, heç vaxt deməyə, yəni görməmişəm, verməyiblər yaradıcıya. Yaradıcıya versələr də mütləq ki, orada nəsə bir yaradıcı bir məsələ qoyacaqlar. Keçdik sinif künclərinə. Sinif küncləri bədən kinestetik uşaqlar üçün daha, bu qartopu da bədən kinestetiklər üçündür. Bunu da demədim. Qartopu da bədən kinestetiklər üçün daha maraqlıdır. Düşün, cütləş, bölüş, paylaş da bədən kinestetiklər üçün daha maraqlıdır. Niyə? Çünki hərəkət var. Uşaqlar birinci tək olur, sonra cüt halında, sonra qrup halında, sonra bütün sinif halında müzakirə edirlər. Yəni hərəkətlilik varsa, deməli burada nə var? Bədən kinestetik var. Amma kitabda bunu bədən kinestetik olaraq verməyib, testə versə siz götürəcəksiniz. Sinif küncləri bədən kinestetikdir. Niyə? Çünki şagird, müəllim necə tətbiq olunur? Müəllim sinif künclərini 3 dənə sinifin küncü olur da, yəni müəllim duran tərəfdən baxanda müəllimin arxa tərəfini götürmürük. 3 dənə künc müəyyənləşdiririk. Küncün biri razıyam, biri razı deyiləm, biri isə əmin deyiləm. Şərti olaraq belə olur. Bunu yaza da bilərik o künclərə. Yəni şərti olaraq adlandıra bilərik ki, bu künc razıyam küncüdür, bu künc razı deyiləm küncüdür, bu künc isə əmin deyiləm küncüdür. Sonra isə müəyyən fikirlər oxunur. Fikirləri müəllim də oxuya bilər, amma müəllim də hamısını oxusa bu müəllim mərkəzi olar. Daha çox şagirdlərə üstünlük verəcəyik. Fikirlər oxunur və bu fikirlərə aid olaraq şagirdlər fikirlərlə razı olanlar razıyam küncünə gedirlər. Razı olmayanlar razı deyiləm küncünə gedirlər. Əmin deyiləm olanlar isə əmin deyiləm küncünə gedirlər. Və belə deyək, uşaqlar müvafiq küncə toplanandan sonra fikirlər başlanılır əsaslandırılmağa. Çünki mən durduğum mövqeyini müdafiə eləmək üçün nə etməliyəm? Əsaslandırmalıyam ki, mən niyə bu fikirlə razı deyiləm? Digər tərəfdə deyir ki, mən niyə bu fikirlə razıyam? Və sonda burada da cütləş və paylaş texnikasından istifadə olunacaq. Niyə? Çünki şagirdlər, belə deyək də, nə olsun ki, künclərə gediblər, fikirlərini dəyişə bilərlər, cütləşə bilərlər, sonra fikirlərini paylaşa bilərlər. Şagirdlərdə ən çox formalaşdırdığı bacarıqlar tənqidi təfəkkür, əsaslandırma bacarığı, dəyərləndirmə bacarığı. Çünki arqumentlər gətirirsənsə əsaslandırırsan, öz mövqeyini müdafiə edirsən, dəyərləndirirsən. Ona görə də bu bacarıqlar da burada formalaşır. Mən kiməm?
Mən kiməm ən çox aşağı siniflərdə tətbiq olunması məsləhətdir. Şagirdin alnına tanınmış bir şəxsin adı yazılır. Şəxsiyyət də ola bilər, ədəbi şəxsiyyət də ola bilər, tarixi şəxsiyyət də ola bilər, hər hansı bir rol da ola bilər, hər hansı kəşf eləyən də ola bilər, məsəl üçün kəşfçi də ola bilər. Riyaziyyatda şəxsiyyət olaraq kimləri veririk? Məsələn, riyaziyyat alimləri, fizikada onun kimi. Şagird onu şagirdin alnına yapışdıranda şagird bilmir. Şagird uşaqlara deyir ki, mən kiməm? Uşaqlar onu izah eləməyə çalışırlar. Uşaqlar izah elədikcə şagirddə fikir formalaşır. Fikrini dəqiqləşdirmək üçün deyir ki, mənim kəşfim var, mən şairəm, mən hər hansı bir əsərin qəhrəmanıyam. Tutaq ki, deyir ki, qəhrəmansan, deyir ki, müsbət qəhrəmanam, yoxsa mənfi qəhrəmanam. Bu cür suallarla şagird özünün kim olduğunu tapır. Şagirddə formalaşdırdığı bacarıqlar sual vermə bacarığı, fikrini ifadə eləmə bacarığı, bir də köhnə biliklərlə yeni biliklər arasında əlaqə yaratmaq bacarığıdır. Bu da əyləncəlidir. Bədən kinestetik uşaqlar üçün də maraqlı ola bilər. Və keçdik debata. Ən çox düşən iş üsullarından biridir. Demək olar ki, həmişə düşür. Miqçilərə xüsusilə. Ona görə də debatda xüsusi diqqətli olmaq lazımdır. Debat nədir? Debat bütün siniflə aparılır. Fikirlər, faktlar səsləndirilir. Sinifdə iki komanda yaradılır. Fikri, faktı təsdiqləyənlər, fikri, faktı təsdiqləməyənlər, inkar eləyənlər. Adətən geniş spektrli məsələlər götürülməlidir ki, daha çox maraqlı olsun şagirdlər üçün. Debatı əvvəlcədən mövzusunu şagirdlərə verə bilərik, verməliyik daha doğrusu. Şagirdlər ona hazırlaşsınlar, faktlarla, argumentlərlə gəlsinlər. Çünki debatda mövqe bildirirsənsə, sən o mövqeyini müdafiə eləməlisən. Elə mən bunu deyirəm deyə bir şey yoxdur. Gəlin bir dənə sual üzərindən gedək. Məsəl üçün, avtomobil insan həyatını yaxşılaşdırdı, yoxsa ciddi problemlər yaratdı? Belə bir fikir qoyuruq. Deyirik ki, şagirdlərə gələn dərs debatımız olacaq. Debatımız bu mövzudadır. Avtomobillər insan həyatını yaxşılaşdırdı, yoxsa daha çox ciddi problemlər yaratdı? Kimlər yaxşılaşdırdı deyəcəksə, öz mövqelərini müdafiə eləmək üçün argumentlər, faktlar hazırlasın. Kimlər yox, daha çox problemlər yaratdı, mürəkkəbləşdirdi deyəcəksə, o zaman onlar neynəsin? Öz fikirlərini, argumentlər, faktlar gətirmək üçün, daha doğrusu öz fikirləri üçün argumentlər, faktlar gətirsinlər. Yəni, sən mövqeyin üstündə dursan, bu debatdır, belə şey yoxdur. Adətən testlərdə belə salır, ona görə toxunuram. Deyir ki, şagird argumenti, faktı gətirərkən öz mövqeyin üstündə israrla dayanmalıdır. Xeyr, argumentlər, faktlar əsaslı olmalıdır. Elmi biliklərə dayanmalıdır. Sübutlarla gətirilməlidir ki, debat maraqlı olsun. Debat şagirdlərə nə qazandırır? Komanda şəklində araşdırma bacarığı, müstəqil araşdırma bacarığı da qazandıra bilər. Məntiqi tənqidi təfəkkür, auditoriya qarşısına çıxış etmək, natiqlik bacarığı, fikrini əsaslandırmaq, qarşı tərəfi inandırmaq, təqdim etmə bacarığı yaradır. Debatda, deməli, biz həmişə nə demişdik? Debat varsa dəyərləndirmə var. Debat varsa tənqid təfəkkür var. Yenə də deyirəm, debat varsa dəyərləndirmə var, debat varsa tənqid təfəkkür var. Şagirdlərdə sual vermə bacarığı var, şagirdlərdə qərar qəbul etmə bacarığı var, mövzunun araşdırılması, dinləyib anlama, natiqlik burada çox önəmlidir. Təhlil etmə. Niyə? Çünki qarşı tərəf fikir deyəndə onu təhlil eləyir, müəyyən nəticələr çıxardır. Öz fikrini əsaslandıranda əsaslandırma bacarığı yaradır. Argument gətirirsə argument bacarığı yaradır. Əsas şagirdlərdən debat zamanı 5 məsələ tələb olunur. 5 məsələ tələb olunur. Öyrənməyi öyrənmək. Yəni ki, həmişə inkişafa açıq olmalısınız. Elə mən deyirəm ki, avtomobil insan həyatını çətinləşdirib. Bunun üstündə axıra qədər dayanmaq debat deyil. Bunu argumentlərlə, faktlarla əgər qarşı tərəfi inandıra biliriksə, lap yaxşı. İnandıra bilmiriksə, qarşı tərəf bizi inandıra bilirsə, burada pis bir şey yoxdur. Yəni, öyrənirik də həmişə, öyrənməyə həmişə açıq olmalıyıq. Aydınlıq olmalıdır. Yəni, deyilən fikir sadə, aydın, başa düşülən formada deyilməlidir. Bu da digər tələbdir. Hörmət. Hörmət mütləqdir debatda. Qarşı tərəfin fikrinə hörmətlə yanaşmaq, qarşı tərəfin fikirlərindən çıxış eləmək, dözümlülük, yəni qarşı tərəfin fikirlərinə tolerantlıq, yəni mütləqdir. Başqasının sözünü kəsməmək, təhqirlərdən istifadə eləmək yol verilməzdir. Şəxsiyyətə toxunmuruq, ancaq fəaliyyətlə bağlı fikirlər bildiririk. Burada hörmətdir. Əsaslandırma debatın demək olar ki, anasıdır, əsasıdır, özəyidir. Debat varsa mütləq argumentlər gətirmək lazımdır. Bu da qoyulan tələblərdən biridir. Bir də natiqlik.
Yəni debatda natiqlik olmalıdır da. Yəni fikrini inandırıcı, anlaşıqlı, aydın, çatdıra biləcək formada bacarıqlar şagirdlərdən neyinir? Tələb olunur. Bu da oldu debat. Debata bir neçə nümunə deyək. Yəni nə ola bilər debat? Kompüter insan həyatını yaxşılaşdırıb yoxsa pisləşdirib? İnternet insanlar arasında münasibəti, sosial şəbəkələr insanlar arasında münasibətə müsbət təsir göstərib yoxsa mənfi təsir göstərib? Onlayn kitabxanalar mı yaxşıdır, elektron kitabxanalar mı yaxşıdır? Və bu cür insan tək başına mı qərar verməlidir, yoxsa başqalarının fikirlərini də almalıdır? Və bu cür suallar debata qoyula bilər. Bulum kubu. Bulum kubunu dəfələrlə izah etmişəm, yenə izah eləyəcəm. Kubun neçə üzü var müəllimlər, müdavimlər? Kubun 6 üzü var, düzdürmü? Niyə buna bulum kubu deyirik? Çünki bulumun idrak taksonomiyası ilə bağlıdır. Bulumun idrak taksonomiyası ilə bağlıdır. Kubun neçə üzü var? 6 üzü var. Burada bir dənə kub şəkili çəkirməyə çalışıram. Uşaq vaxtı kubu necə çəkirdik? Hə, bu cürə. Yəni, hamımız bilirik ki, kubun 6 üzü var da, düzdürmü? Bu cür bir kub şəkilli kartondan bir şey hazırlaya bilərik. Hazırlayırıq. Amma bizə kitabda kubun açılmış formasını veribdir. Olsun, açılmış formasını ona görə verib ki, yəni biz bilək ki, niyə buna bulum kubu deyilir. Baxın, bu cür açılmış şəkildə verir kitabda bizə kubu. Bir dənə kub şəklində bir kartondan bir şey hazırlayırıq, figur hazırlayırıq, kub hazırlayırıq. Onun üzünü də A4 vərəqindən eləsək daha yaxşı olar ki, yazılarımız daha aydın olsun. Və mövzumuzla bağlı bulumun idrak taksonomiyasının 6 mərhələsinin 6-sından da əlaqəli bir məsələ qoyuruq. Tutaq ki, sual qoyuruq. Sual qoya bilərik. Məsəl üçün, ya sual qoya bilərəm, ya izah et deyə bilərəm, ya şərh et deyə bilərəm, ya adlandır, ya sadala və s. İndi 6 mərhələnin altısına mən deyəcəm. Adlandır mərhələsi hansı mərhələdir? Xatırlama mərhələsidir də, adlandır. Xatırlama mərhələsidir. Xatırlama mərhələsi ilə bağlı nə deyərik? Deyərik ki, mən öz mövzumla, elə kitabda da Xürrəmlər hərəkatını veribdir. Mən də elə özümə yaxın olduğuna görə onu deyəcəm. Xürrəmlər hərəkatı nə vaxt baş veribdir? Və yaxud da ki, Xürrəmlər hərəkatının başına Babək neçənci ildən keçibdir? Xürrəmlər hərəkatının ən tanınmış rəhbəri kim idi? Yəni, bu oldu adlandır mərhələsi. Şagird neynədir? Xatırladı, xatırladığından irəli gəldi, adlandırdı. Bu, xatırlama mərhələsi daha doğrusu. Sonra gəlir izah et. İzah et hansı mərhələdir? Anlamaq. İzah et anlamaq mərhələsidir. Deyirəm ki, Xürrəmlər hərəkatının baş vermə səbəblərini izah et. Vəssalam. Oldu nə? Anlama mərhələsi. Sonra tətbiq et. Tətbiq etmək mərhələsi də tətbiq idi. Yəni, şagird öyrəndiyi bilik və bacarığı tətbiq eləyirsə, bu olacaq tətbiq etmək. Şagirdi çıxardıram müfiyə, deyirəm bir dənə xronoloji cədvəl hazırla. Cədvəldə Xürrəmlər hərəkatında olan döyüşlər öz əksini tapsın və nəticələrini də yaz. Bu nədir? Tətbiqdir də. Şagirdlə cədvəl hazırlayır, döyüşləri ardıcılıqla yazır, xronoloji ardıcılıqla nəticələrini də yazır. Və şagirdə heç nə vermirəm, resurs vermirəm. Əgər resurs versəm, anlamaq olacaq. Yəni, tutaq ki, illəri verirəmsə, şagird o illəri götürüb cədvəldə yazırsa, bu anlamaqdır. Amma şagird özünün əldə etdiyi bilik və bacarığı tətbiqə çevirirsə, biliyi bacarığa çevirirsə, bu olacaq tətbiq mərhələsi. 4-cü mərhələmiz nə idi? Təhlil etmə mərhələsi. Təhlil etmə mərhələsinə nə deyərəm? Deyərəm ki, Xürrəmlər hərəkatının başçılarının fəaliyyətlərini izah elə və hansının fəaliyyətinin hərəkat üçün daha əhəmiyyətli olduğunu müəyyənləşdir. Bu nə oldu? Təhlil eləmə mərhələsi oldu da. Şagird müqayisə elədi Cavidanı, İmranı, Babəki. Müqayisə elədi. Hansının fəaliyyətinin daha əhəmiyyətli olduğunu müəyyənləşdirdi. Yəni, ön plana çəkdi və deyirəm ki, tutaq ki, Babəki müəyyənləşdir, belə deyə bilərəm. Müəyyənləşdir, həmin şəxsiyyətə münasibət bildir. Dəyərləndirmə olacaqmı? Xeyr. Niyə? Çünki şagird əldə etdiyi məlumatla bunu elədi. O şəxsiyyətə kitabdakı məlumatla elədi. Hər hansı bir paylayıcı materialda olan məlumatla fikir bildirdi. Ona görə də nə olacaq? Olacaq nə üçün? Nə üçün? Yəni, nə üçün nə deməkdir? Təhlil eləyir də. Nə üçün? Niyə? Təhlil etmə mərhələsidir. Sonra keçdik dəyərləndirmə mərhələsi. Dəyərləndirmə mərhələsinin adını burada özünü ifadə et yazıblar. Özünü ifadə et. Səncə Xürrəmlər hərəkatının baş verməsi qaçılmaz idimi?
Özü deyir ki, öz fikrini deyir. Səncə o şəraitdə Xürrəmlər hərəkatı baş verməli idi, yoxsa o hərəkatdan qaçmaq ola bilərdi? Şagird öz mövqeyini qoydu ortalığa. Bu oldu özünü ifadə et, yəni dəyərləndirmə mərhələsi. Ən sonda isə yenisini yarat. Bu da yaratmaq mərhələsidir. Yaratmaq mərhələsinə nə qoya bilərik? Deyərəm ki, sən Babək olsaydın, nə edərdin ki, hansı fəaliyyətlər edərdin ki, hərəkat məğlub olmasın? Məsəl üçün, şagird burada öz kreativ ideyalarını qoyacaq ortalığa. Bu da olacaq nə? Yaratmaq mərhələsi. Bununla da iş üsullarını yekunlaşdırdıq. Çox şükür iş üsulları bitdi. Keçirik situasiya suallarımızın izahına. Bir dənə bayaqki situasiyaya qayıdacağım. Ay Allah, vaxt nə tez qutarır. Mən danışmamış qutarır vaxt. Əlim, hansı suala baxmaq istəyirdik bayaqki situasiyada? Bir dənə baxaq ona.